Cəlilabadlı Fəxrəddin Yarıyev Stavropol diyarında mühüm şuraya üzv seçilib. Stavropol diyarında millətlərarası münasibətlər üzrə şuranın tərkibində dəyişikliklər edilib. Stavropol diyarı qubernatorunun 11 avqust 2026-cı il tarixli növ 481 saylı qərarı ilə şuranın yeni tərkibi təsdiqlənib. Qərarda Azərbaycan Milli Mədəni Mərkəzinin sədri Fəxrəddin Sərrəfoğlu Yarıyev şuranın üzvü kimi göstərilib. Qeyd edək ki, Fəxrəddin Yarıyev Cəlilabad rayonundandır. Onun Stavropol diyarında millətlərarası münasibətlər üzrə belə mühüm bir qurumun fəaliyyətində təmsil olunması Cəlilabad ictimaiyyəti üçün də qürurverici hadisədir. Cəlilabad TV olaraq həmyerlimiz Fəxrəddin Yarıyevi bu mühüm təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir. Ona gələcək fəaliyyətində uğurlar arzuluyuruq. İnanırıq ki, onun fəaliyyəti Azərbaycan diasporunun, milli mədəni dəyərlərin və xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək. Cəlilabad TV həmyerlilərimizin uğurlarını işıqlandıran media platforması.